Kadrlarda işğaldan hələ təzəcə azad olunan su qovuşanla indiki abad su qovuşanı görürsünüz. İki video arasında fərqi sezməmək mümkün deyil. Oktyabrın 3-də su qovuşan kəndinin düşmən işğalından azad edilməsindən sonra 3 rayonun su təminatında əsaslı şəkildə dəyişiklik baş verdi. Tərtər çayının üzərində yerləşən su qovuşan su anbarından suyun buraxılmasına nail olundu. 1975-ci ildə tikilərə istifadəyə verilən bu anbara su Sərsəng su anbarından gəlir və burada toplanan suyun həcmi 252 milyon kubmetrdir. İşğal dövrü zamanı bu ərazilər heç suvarılmayan hesab edilirdisə, indi 10 min hektarlarla ərazi suvarma suyu ilə təmin olunub. Su anbarlarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın şirin su ehtiyatlarının təqribən 25%-ni özündə ehtiva edir, cəmləşdirir və bu işğaldan azad olmaq prosesi artıq 5 il ərzində Azənerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən burada demək olar ki 307 meqavat gücündə 38 su elektrik stansiyası artıq istismara verilib. Bu ildə 800 milyon kilovat saat elektrik enerjisi istehsal deməkdir, 200 milyon kubmetr qaza qənaət deməkdir və əlavə olaraq da 400 min tondan artıq emisiya qənaəti deməkdir. Bu proses ardıcıl olaraq davam edir. Yeni su elektrik stansiyalarının inşası planlaşdırılır. Bilirsiniz, su ehtiyatlarından səmərəli istifadəyə dair strategiya təsdiq olunub və bu strategiya çərçivəsində də əlavə yeni su elektrik stansiyaları tikiləcək. Su qovuşan azadlığına qovuşduqdan sonra ərazidə ümumi gücü 7,8 meqavat olan su qovuşan 1 və su qovuşan 2 kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işləri həyata keçirildi. İstismara verildiyi bu müddət ərzində, ötən bu 5 il ərzində hər bir stansiyada, bütövlükdə bu stansiyalarda 50 milyon kilovat saatdan artıq elektrik enerjisi istehsal olunmuşdur ki, bu elektrik enerjisi istehsalı nəticəsində 10 milyon kubmetr təbii qaza qənaət edilmişdir və bu qaza qənaət də bizə nəticədə 19 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınmışdır. Ümumiyyətlə, idarəetmə panelləri, idarəetmə şkafları yenidən qurulmuşdur, təsirləmə sistemi. Bütün stansiya binası dağım edilmişdir. Bütün hər yeri güllü idi, özləri dağıtmışlar. Stansiya binası tamamilə yenidən quruldu. Ərazidə yarım stansiya inşa edildi. Bütün hər bir stansiya tam istismara hazır vəziyyətə gətirildi. Bugün də həmin stansiyalar ölkə enerji sistemə inteqrasiya edilibdir. Həmin ərazilərdə məskunlaşan əhalinin enerji təminatına yönəlibdir. Ümumilikdə işğaldan azad edilən ərazilərdə bugünədək 1,5 milyard kilovolt elektrik enerjisi istehsal edilib. Nəticədə 335 milyon kubmetr təbii qaza qənaət edilib. 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ləman Abbaslı, Famil Acalov, İTV Xəbər.